tam tərsi kimi görünür. Bir simptom verir əslində, amma bu bir depressiya kimi, bir çökkünlük kimi qarşılanmır. Halbuki o bədən sözlə ifadə edilməyən şeyləri ifadə eləyir. O da bir çökkünlük, özünə qapanıb, içinə qapanıb artıq. Sözsüz doktor, yəni bütün psixosomatik problemlərin kökündə aleksitimiya durur. Ki mən öz hissimi tanımıram, başa düşmürəm, ifadə edə bilmirəm və bu hiss onda nə vaxtsa şişib elə bil ki bir simptoma çevriləcək. Və bayaq danışdığımız depressiyada da belə bir şey var. Yəni bir depressiv xəstələrin yəni bir qismi heç psixiatra gəlmir. Deyək ki, qəbzliyə görə gedir. Deyək ki, başqa ixtisas həkimləri, başqa ixtisas həkimi yanına müxtəlif başqa simptomlarla gedir. Ki, ürək döyünməm var, gedim bir kardioloqa, kardioloq indi öz müalicəsini yazır. İndi hərdən yaxşı olsa bir antidepressanta qoşur və bəlkə depressiyasına təsir edir. Yəni gizli depressiya deyilən, yəni adamın keyfsizliyi barədə danışmadığı, amma ki keyfsizliyi depressiyanın əlaməti olduğu yerlər də var. Bu yerdə elə bil ki depressiyanın kədəri başa düşmədiyim üçün, adlandıra bilmədiyim üçün, hiss eləmədiyim üçün, elə bil ki başqa əlamətlərə fikir verirəm. Amma yəni bu depressiv şeylərdən də, simptomlardan gedir. Depressiyanın bədən ifadəsindən gedir. Amma yəni siz soruşursa, indi mən gestalt terapevtəm. Gestalt terapiya somatik xəstəlikləri, bədən simptomlarını elə bil ki bir konflikt üsulu kimi təklif edir də. Yəni mən